Dostlar, bir maraqlı bir mənzərə çıxdı qabağıma, onu çəkmək istedim. Bir böyük şəhərlərdə, rayon mərkəzlərində qurğular olur da, yəni yol ayrıcı. Həmən qurğulardan yol müxtəlif istiqamətlərə gedir. Bu da bizim kəndimizin bir qurğudur, belə deyək. Bir ikisində belə qurğular var. Biri də budur. Bu yol, kəndçilərimiz bunu bilirlər, prosto diğer yoldaşlar için bunu çekiyorum. Yol kendi hem gelir hem gelir. Yani o bir yol. Oradan da yine bir yol ayrılır. Bak orada o kırmızı damlı bir ev görürsünüz. Oradan da yine bir yol, sola bir yol ayrılır. O da öyle kendi gelir. Bu yol kendi giden yoldu. Burada ayrılır. Bak gelir bu bağlara taraf. Pay torpaqlarına taraf. Hem de meyve bağları da var. O da gelir. Ve bu yol ise gelir meşeye. Meşe tarafa. Yine qabaqda yine belə qurğular var. Və oradan ayrılır. İstifadə olunan yollardır bunlar hamısı. Xüsusilə indi yay mövsümü vaxtı çox istifadə olunur. Yəni maraqlı bir şeydir. Bunlar da yəqin Boymodərən səhvləmirəmsə. Bunlar çox müalicəli bir şeylərdir. Onu kənd cəmaatı bilir. Karın ağrısı olanda təbii antibiyotiklər də bunlar. Uşaqlarda karın ağrısı olanda dəmləyib verərlər içəridə, oradan da kəsir. Yəni ağrını kəsir. Çox böyük, çox ağrı var. Bunların dələlik eləsi var ki, ağrıdır. Bir müddət sonra saralır. O saralandan sonra bu yetişmiş hesab olunur da. Burada da onlardan var. Yetişmiş hesab olunur. Ve Börtükən də Allah bərəkət versin, hər illik kimi bu ildə var Börtükən kollardır. Və bunlar qəşəng gül açıb. Allahın köməyi ilə bu ildə olacaq və ənənəvi motor səsləri. Ot biçən motorların səsləri. Maraqlıdır bu dəqiqə ot biçməyin hələ ki belə deyək, razqar vaxtıdır. Böyle. Buradan da bu yol gelirken de tarafında buradan da bir maraqlı bir görüntü eləyəcəm. Bu yol belə deyil, təzə yolda bir, nə bilmiyorum, 10-15 yıl qabaq gəlib yox, amma ənənəvi bizim kəndin yolu buradır. İndi gedəcəyim yoldur, çox hələ bir ki, buraya daxil olanda yaşıllıqlar, zaten kollar, ağaclar, böyle tünele girsən. Ama indi qabaqda bir balaca gölməçə əmələ gəlib yağışlarına zaten deyənəm. Oradan işləmir cəmaat. Bayaqları göstərdiyim yoldan işləyirəm. Amma bura çox maraqlıdır. İndi elə bir ki, sanki artıq bir tünele girirsən. Oradan gelirsen klasik kənd yolu. Burada Malqaranın ayak izləri. Burada maşın buraya gelmez. Böyle bir yoldur. Dediğim kimi bu yol uzun müddət tarixən meşədən gələn kənd yolu bura olub. Şimdi son vaxtlar bu yağış suları zat gəlir, qurun suları zat gəlir. Ve büyük, ben çatın önünde gösteririm. Yani bir gölməçə bile gelir, oradan artık maşınla geçme mümkün değil. Ona göre de buralarda artık ot biçiliyib, güzel səliqəli, birazdan bir müddət sonra yağışlar yağsa yersə yaşıllaşacaq bura. Olacaq güzel bir mənzərə. Buralar artık sonra dediğim gibi palçıq olduğu için artık buradan maşınla geçmek mümkün değil. Minik maşınla hiç mümkün değil. Ama qabaqda bir yer var, oradan hiç yük maşını da geçmez. Çünkü palçıqdır, buradan indi belə deyək, idmançı olmaq lazım ki, tullanıb keçəsən.
Dediğim yer buralardı. Bundan sonra yine var böyle bir yerler. Bak görsün mü? Böyle yerler. Böyle yerlerden nasıl geçme olmuş. Bak buradan da görüntüler böyle gelir. Bunlar həyətcan torpaqlardı. Güzel manzaralar. Yukarıda o Azersel'le Baksiyonun antenaları da yukarıda görünür. Belə dostlar, küçük bir video yay səhərindən baxın və zövq alın.